Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz vitaminlər. Vitaminlər maddələr mübadiləsinə təsir göstərməklə orqanizmin inkişafını sürətləndirir və iş qabiliyyətini yüksəldir. Vitaminlər özləri maddələr mübadiləsində iştirak etmirlər, lakin onlar enerji substratları ilə birləşərək maddələr mübadiləsi üçün xüsusi əhəmiyyət daşıyan ferment katalizator yaradırlar. Beləliklə də vitaminlər orqanizmdə gedən həyati əhəmiyyətli proseslərə təsir göstərirlər. Hər hansı vitaminin qida rasionunda çatışmaması hipovitaminoz adlanan xəstəliyin yaranmasına səbəb olur. Hər hansı vitaminin qida rasionunda çatışmaması hipovitaminoz adlanan xəstəliyin yaranmasına səbəb olur. A vitamini. A vitamininin elmi adı retinoldur. Retinol. A vitamininin orqanizmdə rolu sağlam göz və dəri. A vitamininin orqanizmdə rolu sağlam göz və dəri. A vitamini insan orqanizmində gedən oksidləşmə bərpa proseslərində görmə funksiyasının təmin olunmasında, uşaqların boyunun artmasında və müxtəlif infeksiyon xəstəliklərə qarşı orqanizmin müqavimətinin formalaşmasında iştirak etdiyi üçün insanın normal həyat fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bitki mənşəli qida məhsullarında bu vitamin karotin şəklində mövcuddur ki, bu da nazik bağırsaqlarda və qaraciyərdə asanlıqla A vitamininə çevrilir. A vitamininin çatışmamasının ən nəzərə çarpan əlamətlərindən biri dərinin quru olması, dırnaqların kövrəkliyi və onlarda xətlərin əmələ gəlməsi, iştahın azalması və tez yorulmadır. Toyuq korluğu, insan gözündə çöpcüklərin pozulması A vitamininin çatışmaması nəticəsində yaranır. Elmi adı hemeralopiya adlanır. Toyuq korluğu, İnsan gözündə çöpcüklərin pozulması A vitamininin çatışmaması nəticəsində yaranır. Elmi adı hemeralopiya adlanır. Sağlam insanın A vitamininə olan sutkalıq tələbatı 1,5 mg, karotinə olan tələbatı isə 3 mg-dır. C vitamini. C vitamininin elmi adı askorbin. C vitamininin elmi adı askorbin. Orqanizmdə rolu sağlam damaq və tez sağalmaq. Askorbin turşusu bir sıra fermentləri fəallaşdıraraq orqanizmdə dəmirin soğurulmasını asanlaşdırır və bununla da hemoglobinin yaranmasını, eritrositlərin formalaşmasını sürətləndirir. Askorbinin çatışmaması zamanı orqanizmdə yaralar çox gec sağalır. Askorbin turşusu orqanizm üçün fövqəladə xüsusiyyətə malikdir. Askorbin turşusu orqanizmin təbii immunbiyoloji müqavimətini artırır. Askorbin turşusu dəmirin bağırsaqlardan soğurulmasında, bədənin mikroblara qarşı müqavimətinin artmasında rolu olan bir elementdir. C qrup vitaminlərin çatışmaması əzəllərdə zülal mübadiləsini pozur. Əzəllər fiziki yükdən sonra boşala bilmir. Həmişə gərgin vəziyyətdə qalır. Bu səbəbdən də bərpa prosesi ləng gedir. Bu vitaminin çatışmaması vətər və bağların möhkəmliyinə də təsir göstərir. Uzun müddət C vitamininin çatışmaması qan damarlarının, xüsusən də kapilyar damarların sıradan çıxmasına gətirib çıxarır. Bu da kapilyar damar sisteminin keçiriciliyinin və kövrəkliyinin artmasına gətirib çıxarır.
Kapillər damarlarının keçiciliyinin artması isə dəridə, əzəllərdə, oynaqlarda qan yığılmasına səbəb olur. Bu zaman damaq iltihablaşır, dişlər laxlayır və düşür. Qan azlığı yaranır. Qanın arterial təzyiqi aşağı düşür. Dodaqlar, burun və dırnaqlarda göyərmə nəzərə çarpır. Diş ətiniz qanayırsa, dişləriniz zəifdirsə və dəriniz təravətini itiribsə, bunlar C vitamini əksikliğinin əlamətləridir. İnsan orqanizmdə C vitamini sintez olunmur. Ona görə də onu qida maddələri ilə orqanizminə daxil edilməsi zəruridir. C vitamininə olan gündəlik tələbat 70-100 milliqramdır. D vitamini. D vitamininin elmi adı kalsiferol. Kalsiferol. D vitamininin elmi adı kalsiferoldur. Orqanizmdə rolu sağlam sümük və dişlər. Orqanizmdə rolu sağlam sümük və dişlər. Bu qrup vitaminlər orqanizmdə kalsium və fosfor mübadiləsində iştirak edir. Mərkəzi sinir sisteminin fəaliyyətində mühüm rol oynayan fosfor turşusu mübadiləsini sürətləndirir. Bundan başqa D vitamini boy artımına müsbət təsir göstərir. Qalxana bənzər və cinsi vəzlərin funksional vəziyyətini yaxşılaşdırır. Bu vitamin ancaq heyvan mənşəli məhsullarda olur. Bu vitaminin azlığı sümük və əzəllərdə ağrılar yaradır. Günəş altında gəzməklə də bu vitamini almaq olar. D vitamininin çatışmaması uşaqlarda raxit, sümük boşluğu xəstəliyinin inkişafına səbəb olur ki, bu da dayaq hərəkət aparatında müəyyən deformasiyaların yaranmasına gətirib çıxarır. Bu vitaminə olan gündəlik tələbat 500 beynəlxalq vahidlə ölçülür. E vitamini. E vitamininin elmi adı tokoferol. E vitamininin elmi adı tokoferol. Orqanizmdə rolu orqanizmdə doymamış yağları sabitləşdirir. Orqanizmdə doymamış yağları sabitləşdirir, boy və cinsi inkişaf etdirir. Hüceyrə yeniləyici faydası ilə yaşlanmanın və bir çox xəstəliyin qarşısını alan E vitamininin müntəzəm qəbulu sağlamlıq üçün şərtdir. E qrup vitaminlərinin çatışmaması əzəllərdə oksidləşmə prosesini pozur, böyüyən orqanizmin normal inkişafı ləngiyir. E vitamini ürək xəstəliklərindən qorunmaq və xüsusilə damar sərtləşməsini önləmək baxımından əhəmiyyətlidir. Bu səbəbdən kafi miqdarda E vitamini almaq sinə ağrılarını yüngülləşdirir, ürək böhranı, iflic riskini azaldır. Tıxanan damarlar səbəbilə görülən qıç ağrılarını azaldır və yüksək təzyiqin salınmasına köməkçi olur. E vitamini güclü antioksidantdır və immunitet sistemini gücləndirir. Hüceyrə və toxumaları yeniləyici effektə malikdir. Yaraların daha tez sağalmasına kömək edir. Qanın laxtalanmasına yardımcıdır. Arteriya damarlarının divarını gücləndirir, qan dövranına müsbət təsir edir. E vitamininin çatışmaması ətraf qan dövranının pozulmasına, əzələ zəifliyinə, eritrositlərin parçalanmasına səbəb olur. E vitamininin tələbatının həcmi gündəlik tələbatının həcmi 20-30 milliqramdır. E vitamini temperatur təsirinə qarşı dayanıqlıdır. B
qrup vitaminləri. B qrup vitaminləri həm heyvan, həm də bitki mənşəli məhsullarda olur. Bu qrup vitaminlər B1, B2, B5, B6, B9, B12, B15 və sairədən ibarətdir. B qrup vitaminlərinin çatışmaması əzələnin təqəllüsünü, onun sinirləndirilməsini pisləşdirir, əzələnin tonusu aşağı düşür. Uşaqlarda sallanmış çiyin sindromunun əlamətləri müşahidə olunur. Qarın əzələlərinin tonusunun aşağı düşməsi nəticəsində tənəffüs ritmi pozulur. Bu vitaminin çatışmaması həmişə gərginlikdə olan əzələlərin işinə çox mənfi təsir göstərir. B1 vitamini. B1 vitamininin elmi adı tiamindir. Tiamin. B1 vitamininin elmi adı tiamin. Organizmdə rolu enerji yaratmaq. Enerji yaratmaq. Bu vitamin yağ, mineral, karbohidratların və su mübadiləsinin tənzimlənməsində böyük rol oynayır. Bu vitamin eyni zamanda sinir, ürək damar sistemi, həzm orqanlarına, həmçinin hüceyrə tənəffüsünə müsbət təsir göstərir. Tiamin insan orqanizmdə nazik bağırsaqlarda yaranır, lakin onun miqdarı kifayət qədər olmadığında qida ilə orqanizmə daxil edilməsi zəruridir. B1 vitamininin hətta cüzi çatışmazlığı mərkəzi sinir sisteminin funksiyasının pozulmasına gətirib çıxarır. Bu da özünü əhval-ruhiyyəsinin aşağı düşməsində, tez yorulmada, baş ağrısında, yuxusuzluqda, konsentrasiyanın, diqqətin azalmasında büruzə verir. Bu vitaminin kəskin çatışmazlığı orqanizmdə beriberi adlanan ağır xəstəliyin yaranmasına səbəb olur. B vitamininin kəskin çatışmazlığı, B1 vitamininin kəskin çatışmazlığı orqanizmdə beriberi adlanan ağır xəstəliyin yaranmasına səbəb olur. Bu xəstəlik ətrafların hissiyatının azalması, ürək fəaliyyətinin pozulması və orqanizmin infeksiyalara qarşı müqavimətinin azalması ilə müşayiət olunur. B2 vitamini. B2 vitamininin elmi adı riboflavin. B2 vitamininin elmi adı riboflavin. Orqanizmdə rolu enerji yaratmaq, sağlam sinir və qida sistemi. Orqanizmdə rolu enerji yaratmaq, sağlam sinir və qida sistemi. B2 vitamini görmə funksiyasına müsbət təsir göstərir. Gözün rəng fərqləndirmə itiliyini artırır və gecə görməni xeyli yaxşılaşdırır. B2 vitamininin çatışmaması zamanı zülal sintezi və süd turşusunun oksidləşmə prosesi pozulur. Qan dövranı və ürək fəaliyyətinin pozulması meydana çıxır. Bu vitaminin çatışmamasının ən diqqət çəkən əlaməti ağız kənarlarında çatların əmələ gəlməsidir. İnsanın B2 vitamininə olan sutkalıq tələbatı 2,5-3 milliqramdır. B6 vitamini. B6 vitamininin elmi adı piridoksin. B6 vitamininin elmi adı piridoksin. Orqanizmdə rolu sağlam qan. Orqanizmdə rolu sağlam qan. Bu vitamin
Ateroskleroz ürək-damar sistemi xəstəliyi zamanı yağ mübadiləsini yaxşılaşdırır. B6 vitamininin çatışmaması boyun lək uzanmasında, mədə-bağırsaq pozuntularında, əsəbilikdə biruzə verir. İnsanın B6 vitamininə olan sutkalıq tələbatı 2-2,5 mg-dır. Bu vitamin termik təsirlərə qarşı dayanıqlıdır. Lakin işığın, xüsusən də ultrabənövşəyi şüaların təsirindən tez parçalanır. B12 vitamini. B12 vitamininin elmi adı kobalamin. B12 vitamininin elmi adı kobalamin. Orqanizmdə rolu sağlam sümük iliyi və sağlam qan. Orqanizmdə boyun inkişafı, qan yaranması, eritrositlərin formalaşmasına müsbət təsir edir. Sinir sistemi və qaraciyərin funksiyasını normallaşdırır. B12 vitamininin çatışmaması ilk növbədə mədə-bağırsaq sistemindəki xəstəliklərlə əlaqədar yaranır. Çünki bu zaman qidadan B6 vitamininin qana sorulması pozulur. Bunun da nəticəsi kimi qan azlığı xəstəliyi yarana bilər. B12 vitamini temperatur təsirlərinə dayanıqlıdır, lakin işığın təsirinə çox həssasdır. B15 vitamini. B15 vitamininin orqanizmdə rolu yağ mübadiləsini yaxşılaşdırır. Orqanizmdə rolu yağ mübadiləsini yaxşılaşdırır. Toxumalara oksigen sorulmasını yüksəldir. Ürək, skelet əzələləri və qaraciyərdə enerji daşıyan maddələrin miqdarını artırır. K vitamini. K vitamininin orqanizmdə rolu qanın laxtalanmasını tənzimləyir. K vitamini qanın laxtalanma qabiliyyətini artırır. Onun çatışmaması zamanı kapillyarların dayanıqlılığı, möhkəmliliyi azalır. K vitamini çatışmazlığı dəri altına və əzələ daxilinə qan sızmalara, qanın laxtalanma xassəsinin azalmasına gətirib çıxarır. Bu səbəbdən də K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir. K vitamininin gündəlik tələbatının həcmi 1-2 mg-dır. K vitamini yüksək temperatura davamlıdır. PP vitamini, nikotin turşusu. PP vitamini, nikotin turşusu. Bu vitamin orqanizmdə toxuma tənəffüsünə nəzarət edən fermentlər sisteminin tərkibinə daxildir və zülal, sulu karbonlar, su-duz mübadiləsinin tənzimlənməsində iştirak edir. Nikotin turşusu arterial və kapillər damarların keçicililik qabiliyyətini artırır və bunun da nəticəsində damar tutulmaları aradan qalxır. Nikotin turşusunun qidada çatışmaması oksidləşmə bərpa reaksiyasını və hüceyrə tənəffüsünü həyata keçirən fermentlərin əmələ gəlməsi prosesini pozur. Orqanizmdə bu vitamin amin turşularından sintez olunur. Bu vitaminə olan gündəlik tələbat 15-20 mg-dır. BSF turşusu, anemia, hemoglobin. BSF turşusu,
Fel turşusu, anemiya, hemoglobin. Orqanizmdə rolu qan azlığını aradan qaldırır. B12 vitamini ilə birlikdə fel turşusu qan yaranma, eritrositlərin, leykositlərin, trombositlərin əmələ gəlməsində iştirak edir. Boy artımını sürətləndirir. Daxili orqanlarda pi təbəqəsinin yaranmasını azaldır. Fel turşusunun çatışmazlığı nazik bağırsağın xəstəliyi ilə əlaqədar ola bilər. Eyni zamanda qidanın fel turşusunun orqanizmdə sorulması üçün B12 vitamininin olması zəruridir. Fel turşusuna gündəlik tələbatın həcmi 0,2-0,3 milliqramdır. Qida elementlərinin orqanizm üçün funksiyaları. Qida nədir? Qida orqanizmin normal fəaliyyətini təmin edən istənilən yemək məhsuludur. Qidanın orqanizm üçün yararlılığı, əhəmiyyəti onun tərkibində olan qida elementlərinin tərkibindən asılıdır. Bunlar proteinlər, zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrdir. Zülal orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir. Zülal orqanizmin toxumalarının inkişafını və bərpasını təmin edir. Yağlar və karbohidratlar orqanizmi fiziki və funksional fəaliyyətini həyata keçirmək üçün enerji ilə təchiz edilir. Orqanizmin fiziki və funksional fəaliyyətini həyata keçirmək üçün enerji ilə təchiz edilir. Mineral maddələr orqanizmdə gedən proseslərə nəzarət edir. Su orqanizmdə gedən prosesləri ilk növbədə maddələr mübadiləsini asanlaşdırır. Qidalanma rejimində liflər. Qida lifləri bitkinin gövdəsində və divarlarında olan çətin soğurulan maddələrin qarışığından ibarətdir. Qidalanma sistemində qida liflərinin rolu qida elementlərinin soğurulması prosesinə təsirindən ibarətdir. O, eyni zamanda ödün ifrazına kömək edir və suyu özünə çəkir. Zülallar orqanizm tərəfindən əzələnin daxili orqanların, dərinin, tüklərin, dırnaq toxumalarının inkişafı və bərpası üçün vacib elementdir. Zülallar tərkibində karbon, oksigen, azot, kükürt, fosfor vardır. Zülalların tərkibində karbon, oksigen, azot, kükürt, fosfor vardır. Zülallar müxtəlif saylı kombinasiyalarla birləşmiş 20-yə qədər amin turşusundan təşkil olunmuşdur. Orqanizmin tərəfindən istifadə olunan amin turşuları iki qrupa bölünür. Əvəz olunmaz və əvəz olunan. Birinci qrup amin turşuları orqanizm tərəfindən sintez olunmur və onlar orqanizmə qida vasitəsilə daxil edilməlidir. İkinci qrupa daxil olan amin turşuları isə orqanizmdə sintez olunurlar. Xüsusi qeyd etmək lazımdır ki, zülallar yeniyetmə orqanizmin formalaşması, əzələ sisteminin inkişafı üçün əsas tikinti materialı hesab olunur. Böyüyən orqanizmin zülala olan gündəlik tələbatı 35-40 qramdır. Yağlar tərkibi sulu karbonlardan, hidrogen və oksigenden təşkil edilmişdir. Yağlar konsentrasiya olunmuş enerji mənbəyidir. 1 qram yağ orqanizmdə 9 kalori enerji verir. Yağların tərkibində həmçinin həll olunmuş şəkildə A, D, E və K vitaminləri vardır. Orqanizmdə mübadilə prosesinin normal keçməsi üçün zəruri qida növüdür. Karbohidratlar orqanizmin enerjiyə olan tələbatının 50-55% karbohidratlar vasitəsilə ödənilir. Onlar
orqanizmin ən asan enerji mənbələridir. Mineral elementlər orqanizmdə çoxsaylı funksiyaları yerinə yetirirlər. Kalsiyum, fosfor, magnezium orqanizmdə sağlam sümük sisteminin və dişlər üçün zəruri elementlər hesab olunurlar. Dəri, əzələ və sinir toxumalarında elastikliyi təmin etmək üçün kalium, sağlam qan üçün isə dəmir elementi zəruridir. Natrium istənilən orqanizmdə mayenin zəruri tərkib hissəsi hesab edilir. Kalsiyum, skelet sisteminin, dişlərin sağlamlığı və normal boyun inkişafı üçün zəruri element hesab edilir. Dəmir, qırmızı qan kürəciklərinin mühüm tərkib elementi hesab edilir. Qanın oksigen daşıması mexanizmi dəmir iyonları üzərində qurulmuşdur. Orqanizmdə dəmirin çatışmaması qan azlığına və beləliklə də toxuma və hüceyrələrin qanla təchizi prosesinin pozulmasına gətirib çıxarır. Bu səbəbdən də orqanizmin normal fəaliyyət göstərməsi üçün dəmir elementinə həyati zərurət vardır. Natrium, orqanizmdə su balansının saxlanması, sinir və əzələ fəaliyyətinə nəzarət üçün olduqca zəruri elementdir. Onun mənbəyi adi xörək duzudur. Su, qidalanma elementi deyildir. Orqanizmin 60-70% sudan ibarətdir. O bütün qida elementlərini orqanizmin hüceyrə və toxumalarına çatdırır. Su eyni zamanda qanın həcminin zəruri səviyyədə saxlanmasına və orqanizmin hərarətinin tənzimlənməsinə xidmət edir.